Əziz Neftçala rayon sakinləri, hər birinizi qucaq dolusu salamlayıram və nəzərinizə çatdırım. Neftçala rayonu niyə görə bədbəxt bir vəziyyətdədir? Daş düşüb Neftçala rayonunun düz mərkəzinə. Niyə görə? Səbəb odur ki, Neftçala rayonunda o qədər hörmətli ağsaqqallarımız var, amma Mirəsən Seyidov 15.000 manat müqabilində gətirib keçmiş icra başçısı, İmişli rayonunun icra başçısı, əslən Neftçala rayonundan olan Ağayev Əbilvəziyi gətirib qoyub rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə. Bax, ona görə də elə daş düşüb Neftçala rayonunun düz mərkəzi hissəsinə. Bu Ağayev Əbilfəz, indi mən sizin nəzərinizə çatdırım da, bilməyənlər də bilsin. Bu xol zonasındandır əslən. Deməli, o vaxtı prezident aparatında işləyən kimsə, yaxşı bir, möhtərəm insan, bir vəzifəli şəxs, deməli, yolda bir şəxsi vurub. Bu da həmin Ağayev Əbilfəzgilin yaxın bir qohumu olub. Və həmin insan da bunlar şikayət etməsin deyə deyiblər ki, bir ağsaqqal görkədir, həmin şəxsi icra vəzifəsinə təyin edək. Bunlar da oturublar, fikirləşiblər, deyiblər ki, Ağayev Əbilfəzdən başqa şəxsi təqdim edə bilmərik. Və Ağayev Əbilfəzi gətirib qoyublar kimisə vasitəsindən icra başçısı. İki eşşəyin arpasını bölə bilməyən şəxsdən nə icra başçısı ola bilər axı? Və həmin tutduğu vəzifədə, həmin rayonunda, yəni sözü gedən İmişli rayonunda millətə qan utdurub. Çünki bu insan əvvəldən görməyib. Ona görə də birdən-birə pulu görüb, vəzifə görüb, neyniyib, qudurub. İndi də rayonda o qədər özbaşınalıq eləyir. Hətta və hətta mənə bir şikayət olunmuşdu ki, Rəşid, Ağayev Əbilfəzin suyunu balıq saxladığı yerdə fəhlə işləyirik. 2 kiloluq, 3 kiloluq belamur, çəki, ölür də indi quş vurur, nəysə olur, yaralı bir halda. Onu dayanır, deyir ki, atın itlərə fəhlə aparmasın evə. Görün nə qədər qansız, nə qədər vicdansız, əqidəsiz insandır bu Ağayev Əbilfəz. Səni Allah bağışlayar, ay qoca kaftar, səni Allah bağışlayar. Hə? Ondan sonra bu vəzifəyə keçəndən sonra heç qohumlarını da saymayıb. Görün nə qədər əqidəsiz insandır. İndi də günün, yəni günün birinci yarısına kimi olur prokuraturada, bilmək olmur nə qələt eləyir orada prokurorla, nə eləyir. Günün ikinci yarısında gedir şöbəyə. Oradan müstəntiqləri, nə bilim, hamını bezdirib bu insan. İndi sual verirəm, ay Mirəsən Seyidov.